Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Her birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mübarek Ramazan ayındayıq. Allah ibadet itaətlərinizi qəbul etsin. Bəhsimiz Qur'an-ı Kərimdə imamət məsələsi idi. Biz ötən bəhslərdə Maidə surəsinin 55-ci ayəsini müzakirə edirdik sizinlə. Və dedik ki, bu surədə əsas məsələlərdən biri, yəni yarana biləcək suallardan biri vəli sözünün mənasıdır. Çünki lüğət kitablarında vəli sözü barəsində dost, köməkçi, rəhbər və s. mənalar var. Dedik ki, ola bilməz bir söz müxtəlif mənaları özündə ihtiva etsin. Heç şübhəsiz bu mənaların biri yaxın mənadır, digər mənalar uzaq mənadır. Yəni, hər hansı bir vasitə olduqda bu aydınlaşa bilər. Dediyimiz kimi, bunlardan ən yaxşısı mötəbər yol ərəb kitablarına, ərəb lüğət kitablarına müraciət etməkdir ki, görək, ərəblər bu sözü necə, hansı mənada başa düşmüşdülər. Və dedik ki, biz burada elə bir müəllif seçməliyik ki, sonradan deyilməsin ki, bu məzhəb təvsüb keçdiyi olub və s. Əl-Müncid kitabının müəllifi Laus Ma'luf adlı bir xristiyan alimdir. Bu, vəli sözünü və yaxud Mövla sözünü, bu sözdən törənmiş adları, mənaları izah edəndə dedik ki, əsasən rəhbər mənasında bu sözü təqdim edir. Vilayətü şey və əleyh qamə bi və mələkə əmrə. Vilayətü şey, bir şeyə vilayət olmaq, vəli olmaq, yəni onun üzərinə qəyyumluq olmaq, sahib olmaq, səlahiyyət sahibi olmaq mənasındadır. Daha sonra Mövla kəlməsinin barəsində buyurur. Əl-Mövla sözünün cəmi əl-məvalidir, mənası əl-malik, malikdir, yəni rəhbərdir. Buradan belə başa düşülür ki, yəni Əl-İslam barəsində olan o məşhur hədis də mən kuntu mövlahu fəhazə aliyyum mövla, mövla kəlməsində heç bir formada dost və başqa məna deyil, yalnız rəhbər mənasındadır. Eyni zamanda Həssan ibn Sabit adlı şair də bu Peyğəmbərin Qədürxumda bu dediyi hədisi deyəndən sonra Mövla kəlməsini belə izah edir. Fəqalə ləhu qum ya Ali fə innəni razıytukə min bə'di imamən və hadiyən. Yəni, Peyğəmbər ki, dedi, ey Əli, sən dur ayağa, həqiqətən də sən məndən sonra imam və hadisən. Yəni, Mövla kəlməsinin bir şair, Həssan ibn Sabitin çıxarışı nə oldu? İmam və rəhbər. Demək, bu ayədə də vəli kəlməsi heç şübhəsiz ərəb lüğətinə əsasən rəhbər mənasındadır. Digər mənalar dəlil istəyir, sübut istəyir ki, nə zaman dost mənasında, nə zaman köməkçi mənasında olur. Hər bir halda, yəni birinci dəlilimiz bizim insiraf adlanır. Yəni, zehin bir sözü eşidəndə hansı mənaya gedir? Biz dəlil gətirdik ki, lüğət alimləri deyir ki, Mövla, vəli kəlməsinin birinci mənası insirafdır. Daha doğrusu, birinci mənasını rəhbərdir və bu sözü eşidəndə ilk dəfə insanın zehni rəhbərliyə gedir, rəhbər şəxsə gedir və digər sözlər qəriniyə, dəlilə ehtiyac var. Bu məsələni digər kitablar da gətirib. Yəni, elə deyir ki, Məsihə alimləri, yəni digər ərəb lüğətlərinə, məsələn, Əqrəbül Məvarid kitabına siz baxsaz görərsiniz ki, həmən mənanı demiyorlar ki, burada da, yəni ərəb lüğətçisi də öz kitabında gətirir. Sualımız bu idi ki, bəs bu Quranın özündən bu vəli dost mənasındadır, yoxsa rəhbər mənasındadır bir dəlil var, yoxsa yox? Bugünkü bəhsimiz budur. Vəli kəlməsinin, yəni burada mənası nədir? Diqqət edin, ayə innəma ifadəsi ilə başlayır. Ərəb qrammatikasına əsasən innəma həsr bildirir. Yəni, bu deyil,
başqası budur, başqası deyil. Məsələn, deyirəm ki, innəmə aliyyun alim. Həqiqətən Əli alimdir, yəni qeyri Əli alim deyil. İndi burada Allah Teala buyurur ki, innəmə, yəni yalnız və yalnız bunlar. Kimlər? Allah, onun Rəsulu və vəli. Vəliyukum və sizin vəliniz. Yəni yalnız budur. Kim? Yəni sizin vəliniz yalnız Allahdır və onun Rəsuludur. Yəni yalnız və yalnız budur, başqası deyil. Təbii olaraq İslam dünya görüşündə insanın yalnız və yalnız rəhbəri, həqiqi qanun verən Allah və onun Rəsuludur. Yəni bunu bura kimi rəhbər mənasında tərcümə etməyin heç bir mənası, heç bir problemi yoxdur. Çünki bu ayə digər İslami görüşlərlə də üzləşən və üst-üstə düşən bir məsələdir. Yəni həqiqətən də hər bir müminin rəhbəri Allah və onun Rəsuludur. İndi sual budur ki, ayənin davamında cəm gəlməsi əlləzinə amənu ifadəsi və bundan sonra cəm gəlmək bunu bu mənadan, rəhbərlik mənasından çıxardır yoxsa yox? Cavab xeyr, çıxarmır. Nəyə görə? Çünki ilk olaraq ayənin özünə baxağın. Ayə buyurur ki, İnnəmə vəliyyukumullah və rəsulu. Həqiqətən sizin rəhbəriniz Allah və onun rəsuludur. Yəni ayə bura qədər rəhbər mənasında olmağı təkid edir. Vəllezine amenullezine yuqimunəs-salat və yutunəz-zəkat və hum rakiun. Bu bağlıdır rəsuluhu yerinə. Yəni İnnəmə vəliyyukumullah vəllezine amenu. Yəni sizin vəliniz Allah, onun Rəsulu və iman gətirən şəxsdir. Bəziləri çalışıb istəmişlər desinlər ki, əlləzinə amenudan sonra məna ümumi olduğu üçün biz deyə bilmərik bu yalnız və rəhbər mənasındadır. Bunun cavabı budur ki, xeyr. Bu innəma ki, həsir gəlib, yalnız sizin vəliniz Allahdır və onun Rəsuludur və iman gətirəndir. Bu həsir bütün ayəyə şamildir. Yəni bu ayədə olanların hamısına vəli kəlməsi şamildir. Yəni rəhbər olması şamildir. Nəyə görə? Çünki ayənin davamında Allah buyurur ki: "Və-men yetevəllallahu və rasulehu vəllezine amenu fe-in hizbellahumul galibun." Allah Teala buyurur ki, və Allahın, onun peyğəmbərinin və imanlı şəxslərin vilayətini qəbul edənlər Allahın doğru dəstəsidir, qalib şəxslərdir. Yəni bu ayə 55-ci ayə ilə 56-cı ayəsində bir əlaqə var. Yəni bu ayəni biz tam olaraq tərcümə etməliyik, bir-birinə bağlı bilməliyik ki, ikinci ayə də tam olaraq başa düşsün. Ola bilməz ki, ayənin bir hissəsini götürək, ikinci bir hissəsini heç bir dəlil olmadan bir-birindən ayıraq. Demək, innəma burada həsirdir. Yəni yalnız və yalnız sizin vəliniz Allah və onun Rəsuludur. Demək, burada vəli kəlməsi bu ayəni bütöv nəzərdən keçirdəndə ola bilməz biz deyək ki, burada vəli kəlməsi yalnız dost mənasındadır. Xeyr, bu ayənin özü də buyurur ki, vəli kəlməsi edə bilməz dost mənası olsun. Niyə? Çünki Quran ayələrinə, digər ayələrə nisbətdə möminlərin Allahdan qeyrizlərdə dostu var. Yəni, möminlər buyurur ki, bir-birinizdən dost olun, bir-birinizə kömək edin. Yəni, bu sifətləri Allah Teala digər möminlərə nisbət verir. Amma rəhbərlik məsələsi, vəli olmaq, rəhbər olmaq məsələsi yalnız Allaha, onun Rəsuluna və bu iman gətirən şəxsədir. İndi bu ayənin davamı tam olaraq necə başa düşülməlidir? Burada söhbət kimdən gedir? İnşallah gələn bəhslərimizdə siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.